Salam dostlar, xoş gördük sizləri. Bu saytdan, yəni bir günə 395 manat, 400 manat necə qazanmaq olur, onu sizə izah edəcəm ətraflı. Yəni xahiş edirəm ki, sona qədər baxın. Qeydiyyat linki də yorum hissəsində bir açıqlama bölümündə var. Yəni bildiyiniz kimi mən bunu 3-4 illik istifadə edirəm də belə deyim. Kimdə yəni əvvəl məndən kanalıma abunə olanlar bilirlər ki, ən çox Trombiki paylaşırdım. Yəni dedim paylaşım, məlumatınız olsun, çoxdan da paylaşmıram. Həqiqətən də bu sayt tam başqadır da. Bəzi adamlar var, məsələn baxırsan ki, bir proqram təzə çıxıb da, bir pul qazandırmaqdır. Götürüb onu 500, 600 min manat atanlar da var. Yəni onlara val atmağa dəyməz. Çünki tez bağlanır. Tam güvəndiyiniz. Mən məsələn bu dəqiqə 3-4 saytdan istifadə edirəm. Bir budur, digərləri də var. İndi onları paylaşmışam. Ən güvəndiyim onlardan istifadə edirəm. Burada ən əsasını sizə izah edəcəm, necə qazanc əldə etmək olar, onu izah edəcəm. Yəni xahiş edirəm ki, rahat şəkildə sona qədər baxın. Baxın, deməli qeyddən keçəndən sonra keçdiniz qeydiyyatdan Gmail-inizi təsdiqləyin. Birinci Gmail-inizi təsdiqləmə göndərin. Keçəndən sonra sizə burada yaşıl göy, yəni yaşıl rəngdə göstərəcək ki, Gmail təsdiqləyin. Üzərindən vurursunuz və daxil olsun Gmail-ə, ora link gəlir. Onun üzərindən vurursunuz, profil təsdiqlənir. Sonra gəlirsiniz bura 10 fırlama verir sizə bonus. Bax, bunun üzərindən vurursunuz, gəlib aşağıda bunu fırlayırsınız. Bura tronlar yığılır sizə. Bu hazır. Sonra saatlıq tronu vurursunuz, gəlirsiniz aşağı. Buranı da işarə edirsiniz. Mən robot deyiləm, işarə edib və iddia sözünə vurursunuz burada. Burada sizə başlayır tron yazımı. Baxın, 1 saatdan bir daxil olub vurursunuz. Sizə birinci bunu verəcək. Amma 24 saat ərzində 2 qat hesablayacaq bunu. Yəni sizə birinci bu səviyyə olacaq. Sonra səviyyələ keçdikcə bu olacaq, bu olacaq. İndi mənə saatına bunu verir. Mən istəyirəm ki, gəlib ən axırıncı buna çatam. Bu da inanın ki, bura gəldiniz çatsanız bir günə 24 saatda 395 manat, 400 manat pul eləyir. Əvvəl 200 manat idi, indi də artıq qiyməti. Bura çatsanız 65 manat, 70 manat eləyir. Bura çatsanız 15-20 manat eləyir hardasa. 13, 15, 20 belə eləyir. Dost dəvətdə eləsəz daha çox qazanc gəlir. İndi sizə göstərim bunun qaydasını, necə səviyyələri artırmaq olur, hamısını göstərəcəm, izah edəcəm sizə. Demək, ondan keçməmişdən qabaq qoy sizə dost dəvətini göstərim, necə eləmək lazımdır. Baxın, gəlirsiniz bu 3 xəttə. Gəlirsiniz burada filiallar sözünə. Baxın, mənim 682 dost dəvətim olub. İndiyə qədər 834 nəfər, 834 tron qazanmışam. Harca bu 400 manatdan yuxarı eləyir. Burada linkinizi kopyalayırsınız və belə deyim, dəvət edirsiniz dostlarınızı. İndi gəlin mən sizə göstərim ki, məsələn, bir günə siz bu tronu yığsanız, yəni 1 saatına 30 tron eləyir, bir günə nə qədər eləyir, onu hesablayacağım sizə. Bayaq hesablamışdım. Deməli, 4'ü vurdum 30, 720 tron elədi. İndi 720 tronu gəlin vuraq. Hesablayaq görə nə qədər eləyir qiyməti. Bir günə 724 tron götürsəz əgər o saytdan 720 tron 395 manat 50 qəpiklə 400 manat deyək. Bir də var, 1 saatına 5 tron versə, bu da eləyir 120 tron, 65 manat pul. Yəni bir günə 65 manat. Bir də var, 1 saatına 1 tron verən vardı orada. O da 24 tron, günə eləyir 13 manat. Dost dəvət eləyir, gəl çıxsa 15-20 manat, o birisi gəl çıxsa 80 manat. Həqiqətən də yəni superdə, əntiqə saytdır bu Trombik. İstifadə edənlər çox gözəl bilirlər. Burada yəni səviyyəni necə artırmaq lazım, onu göstərəcəm sizə. İlk növbədə çıxarışdan depoziti göstərim. Bax, məsələn, üzərinə belə vurursunuz. Burada çıxarışdır. Bu çıxarışdır. Bu depozit eləməkdir. Depozit edib oyun oynayırsınız. Bax, məsələn, depozit yerinə vurdunuz. Gəldiniz, bunu kopyaladınız. Daxil olsun Binance, Bybit, hansı kriptovalyutanız varsa orada daxil olursunuz və bura göndəriş edirsiniz. Göndəriş kimi anidən köçür. Pul da balansınıza uzağı 5 dəqiqə köçür. Ta ki bura artırdınız. Ən azı çalışın bir 15-30 tron oynayın ki, daha çox qazanma şansınız olsun. İndi izləyin məni, necə eləmək lazım onu göstərəcəm. 3 xəttə gəldiniz. Burada deməli baxın, burada oyunlar var. Oyunlara vurursunuz. Gəlirsiniz, ən yaxşı oyun baxın budur. Çoxdur oyun növləri, ən yaxşısı budur. Bunun üzərindən vurursunuz. Burada gəlirsiniz, baxın bu var, bunu ortaya çəkirsiniz. Ondan sonra bunu gəlirsiniz, baxın bu gördüyünüz ki bu işarələr var. Buna toxunmursunuz. Bunu artım yerinə daxil olub, buranı eləyirsiniz. Məsələn 56, mən 56 eləyirəm. Buranı da çəkirsiniz bax belə. 3-4 eləyə bilərsiniz, 53-ə qoydum mən.
Buradan da məsələn tutaq ki, belə artıranda daha çox hesablanır. Bax məsələn qazanc bu qədər çıxır, qazanc bu qədər verir. Bir də onu da deyim sizə. Burada sıfırlansa da tronlarınız məhsul olmuyor da. Yəni orada sizin səviyyə söhbəti qalxır, faiz qalxır. Udanda da uduzanda da faiz qalxır. Belə tutaq ki, hər şey hazırdır. Start verirsiniz və salam. Baxın yuxarıda tronlarınız yazmağa başlayır. İndi məndə tron azdır, yəni tez sıfırlanacaq. Bax görürsünüz yavaş artır. Yəni gəlin bunu biraz risklə oynayaq. Bax belə artıram məsələn burada. Çox artırdım həddən, çox artırdım. Lap bunu biraz azaldım. Bax belə dedim. İndi başlayaq. Bax görürsünüz daxil olur. Bax bu sıfırlandı, yenə də var. Yenə də bunu vurursunuz. Yenə davam edə bilərsiniz. Bax belə sıfırlanmaz davam edə bilirsiniz. Amma yenə deyirəm, çalışın burada 15, 20, 30 tronunuz olsun ki, onunla oynayın ki, daha çox qazanma şansınız olsun. Mən bir dəfə burada 40 tronla oynayıb 40 tronlu elədim 300 tron, onda 100 manat eləmiş, naqd eləmişdi o vaxt. 110 yoxsa 100 manat eləmiş, götürdüm o pulu. Qeydiyyat linki yorum hissəsində açıqlan bölümündə var. Həqiqətən də super sayt. Yəni bura pul qoymağa dəyər. Kim istəyirsə pul atıb rahat şəkildə qeyddən keçib oynasın. Pulunu rahat şəkildə çıxarış edə bilər. Baxın gəlirsiniz belə, geri götür sözünə gəlirsiniz. Deməli adresinizi yapışdırırsınız bura. Pul çıxarış adresiniz var. Bax bura yapışdırırsınız. Sonra burada məsələn maksimum vurdunuz. Əgər bu qədər faiz tutur göndəriş. Baxın bunlar mənim çıxarışlarımdır. Bunlar mənim çıxarışlarım var. Bax belə çıxarışlar eləmişim. Çox deyəsin də o arxaya tərəf çox gedən baxın biri var 302 tron, nə bilim. Bax belə tronlar çıxarmışam. Qeydiyyat linki yorum hissəsində açıqlan bölümündə var. Rahat şəkildə qeyddən keçib istifadə edə bilərsiniz. Nə sözünüz, sualınız olsa yazın mənə. Digər proqramlarda paylaşmışam. Baxın, ən çox istifadə etdiyim bir budur. Bir də əlavə üstən proqram var. Onlardan da çalışın istifadə edin. Çox gözəldir. Rahat şəkildə istifadə edə bilərsiniz. Nəysə bilməsəz deyin mənə, kömək eləməyə hazıram sizə.